Sentyabrın 22-si Bakı Ağır Cinayətlər Məhkəməsində Toplum TV 300-ə keçirilən iclasda 3-cü Respublika platformasının üzvü Ruslan İzzətli çıxışına davam edib. O qeyd edib ki, haqqında məhkəmə qərarı olmadan rəsmilər və hökumətyönlü media orqanları onun barəsində qaçalmaçı ittihamı yayaraq təqsirsizlik prezumpsiyasını pozublar. Siyasətçi bunu Stalin dönəmi ilə müqayisə edib. Stat: Stalin NKVD əməkdaşlarına deyirdi ki, məhbusları minin, onları etiraf etməyincə düşməyin. Azərbaycan hakimiyyəti də tənqidçilərinə həmin metodla yanaşır. Statın sonu. Toplum TV iş üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. Onlar öncə qaçalmaçılıqda təqsirləndirilsələr də sonradan ittihamlar ağırlaşdırılıb. Özləri ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər. Milli Şura və Müsavat Partiyasının həbsdə olan üzvü siyasətçi Tofiq Yaqublunun səhhətində ciddi problemlər olduğu deyilir. Sentyabrın 26-sında Penitensiar Xidməti Müalicə Müəssisəsində vəkil Nemət Kərimli ilə görüşdən sonra bu barədə siyasətçinin qızı Nigar Həzi yazıb. O qeyd edib ki, Tofiq Yaqub müalicə müəssisəsində olmasına baxmayaraq onun müayinə və müalicəsi aparılmır. Stat: İlham Əliyevin Tofiq Yaqubluya nifrəti, qəzəbi və qisası ölkədə heç kimə sir deyil. Tofiq Yaqubluya qarşı belə münasibətin tapşırığı da məhz prezident administrasiyasından gəlir. Putin Navalnını necə öldürdüsə, eynisini də İlham Əliyev edə bilər. Tofiq Yaqublu'nun həyatına görə məsuliyyəti birbaşa İlham Əliyev daşıyır. Statın sonu. Sentyabrın 24-ü Bakı Ağır Cinayətlər Məhkəməsində siyasətçi Azər Qasımlının işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə zərərçəkən kimi tanınan Qurbanəli Yusifov müdafiə tərəfinin suallarını cavablandırıb. Vəkillərin məlumatına görə hakim tez-tez onların sözünü kəsib, hətta bəzən Yusifovun əvəzinə cavab verib. Buna baxmayaraq vəkillər Qurbanəli Yusifovun ifadələrində ciddi ziddiyyətlər olduğunu sübut etdiklərini bildiriblər. Belə ki, o istintaqa verdiyi birinci ifadəsində Azər Qasımlından zəng aldığı vaxt Antalyada, ikinci ifadəsində isə Bakıda olduğunu bildirib. Qurbanəli Yusifov bu ziddiyyətin səbəbini izah edə bilməyib. Müdafiə tərəfi Yusifovun ifadələrinin saxta olduğunu əsas gətirərək sübutlar siyahısından çıxarılmasını istəyib. Hakim vəsadətin sona qədər oxunmasına belə imkan verməyib və qəbul etməyib. Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il yanvarın 1-nə qədər uzadılıb. Qərarın koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə verildiyi qeyd olunur. Prezident İlham Əliyev ötən il sentyabrın 23-də Milli Məclisdə çıxış zamanı quru sərhədlərinin bağlı qalmasını təhlükəsizliyi ilə əlaqələndirmişdi. Tənqidçilər isə bu addımı əhalinin konstitusion haqlarının məhdudlaşdırılması kimi şərh edir.